Salam, hər vaxtınız xeyir. Mən Əzim Əfruzə, ibtidai sinif müəlliməsiyəm. Ödənişsiz dərslərimizdən və sınaqlarımızdan yararlanmaq istəsəniz, açıqlamada qeyd etdiyim linkə daxil olaraq WhatsApp qrupumuza keçid edə bilərsiniz. İndi isə keçək dərsimizə. Bugün sizlərə riyaziyyatdan mərtəbə sinif, mərtəbə vahidi və yuvarlaqlaşdırma haqqında məlumat verəcəyim. Bundan əvvəl biz onda, yüzdə, mində, 10.000, 100.000, milyon və s. rəqəmlərdə necə sıfır iştirak edir, onları bilməliyik. Biz bilirik ki, onda bir sıfırdan istifadə olunub, yüzdə 2 sıfırdan, ədədlər böyüdükcə sıfırların sayı artır bir vahid. Daha sonra mində 3 sıfırdan istifadə olunub, daha sonra 10.000-də 4 sıfırdan istifadə olunub, 100.000-də 5 sıfırdan istifadə olunub, milyonda isə 6 sıfırdan istifadə olunub. Bunları yaxşı bildikdən sonra biz artıq mərtəbə sinif ədədlərinin oxunuşu haqqında ətraflı məlumat ala bilərik. Deməli, biz bilirik ki, ədədlərin sinifi olur. Məsələn, yazıram bura 6.785.436. İndi qeyd etdiyim ədədi siniflərə böləcəm. Siniflər sağdan sola 3-3 qruplaşdırılaraq yaradılır. Hər sinifdə 3 rəqəm istifadə olunur. Birinci sinifimiz təkliklər sinifi, ikinci sinifimiz minliklər, üçüncü sinifimiz isə milyonluqlar sinifi adlanacaq. Daha sonra siniflərimizin sayı böyüyəcək və s. Məsələn, bunu yaxşı bildikdən sonra bir misal təqdim edəcəm. Məsələn, təkliklər sinifində olan rəqəmlərin cəmi 4, 3 və 6. Rəqəmlərin cəmini istəyirsə, biz bunları toplayacaq, edəcək 13. Və yaxud da ki, bizdən sualda başqa bir şey istəyə bilər. Təkliklər sinifinin rəqəmləri hasili, təkliklər sinifinin rəqəmləri fərqi, rəqəmləri cəmi və s. şəklində bizə sual şəklində verə bilərlər. Bəs mərtəbə vahidi, mərtəbə vahidinin sayı, mərtəbə qiyməti nədir? Biz bilirik ki, vahid 1-ə bərabərdir. Vahid dedikdə 1 nəzərdə tutur. Məsələn, yazacağım bura 678.955 ədədi. 9-un mərtəbə vahidini soruşuram. Vahid dediyimiz kimi birdən ibarət olduğu üçün 9-un mərtəbə vahidi gördüyünüz kimi 1-i yazıram. 9-u tapıb altından 1 qeyd edəcəm. Qalan rəqəmləri sıfırlayacağım. Deməli, 9-un mərtəbə vahidi 100 imiş. Və ya belə bir sual versələr ki, yüzlükdə yerləşən ədədi tapırıq 9. Yüzlüyün mərtəbə vahidinin sayı neçədir? Yəni, burada neçə yüzlükdən istifadə olunub? Mərtəbə vahidinin sayı dedikdə, orada yerləşən ədədi götürəcəyik. Yəni, 9-un özünü götürəcəyik. Və ya bizdən mərtəbə qiymətini soruşsalar, biz 100-ü 9-a vuracaq. 100 vur 9 olacaq 900. Yəni, bizim mərtəbə qiymətimiz 900 olacaq. Qayda olaraq yaza bilərsiniz ki, mərtəbə vahidi dedikdə ədədə 1 yazırıq. Digər rəqəmlər, özündən sonra gələn digər rəqəmləri sıfırlayırıq. Daha sonra mərtəbə vahidinin sayı dedikdə ədədin özünü götürürük. Mərtəbə qiymətini dedikdə isə ədədi yerləşdiyi mərtəbəyə vuracaq. Məsələn, 100-ü vurduq 9-a. Etdi 900. İndi isə yuvarlaqlaşdırma haqqında məlumat verəcəm. Biz bilirik ki, bizim 9 rəqəmimiz var. Bu rəqəmlər yuvarlaqlaşdırmada böyük və kiçik rəqəmlər olmaqla 2 hissəyə bölünəcək. Kiçik rəqəmlərimiz 0, 1, 2, 3, 4-dən ibarətdir. Böyük rəqəmlər isə 5, 6, 7, 8 və 9-dan ibarətdir. Bu bizim işimizə harda yarayacaq? Məsələn, yazıram 567. Qeyd edirəm ki, burada biz yüzlüyə qədər ədədi yuvarlaqlaşdıraq. Baxırıq 5-dən əvvəl gələn rəqəmə, yəni 6-ya. 6 bizim böyük rəqəmlərimizdə iştirak etdiyinə görə biz nə edəcəyik?
6 özündən qabaqda olan rəqəmi bir vahid artıracaq, özünü və digər özündən sonra gələn rəqəmi sıfırlayacaq. Yəni 567-ni yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda alınacaq 600. Kiçik rəqəmlərdə bu işə yarayırmı? Təbii ki, xeyr. Kiçik rəqəmlərdə isə fərqli olacaq. Məsələn, yazıram 435. Yüzlüklərə qədər yuvarlaqlaşdırma istəyirsə, biz baxırıq yüzlüyün sağında yerləşən 3-ə, yəni onluğa baxırıq. Onluğumuz gördüyünüz kimi kiçik rəqəmlərin içərisində iştirak edir. Ona görə 4 olduğu kimi qalır. 3 özünü sıfırlayacaq və eyni zamanda 5-i də sıfırlayacaq. Yəni 435-i yuvarlaqlaşdırarkən alınacaq 400. Böyük rəqəmlərdən istifadə edərkən ədəd artır, kiçik rəqəmlərdən istifadə edərkən ədəd azalır.